Bu Koko Mehriban. Kendimiz geldi. Erşad geldi. Ey güzel insan, hoş geldin. Salam, axşamın xeyir olsun mənim qardaşım. Xoş gördük səni. Necəsən? Geçirdi benim kardeşim. Buyur efir senindir. Allah Neler səndən olacak, neler görecek. Adam olmadılar da. Allah əziyyətini yerdə qoymasın. Sən qardaşsan. Sən Qabillə düzünə. Deməli, bütün Qabil sevərlərin axşamı xeyir olsun. Bütün izləyicilərin Ramazan ayı münasibəti ilə hamının, oruç tutanların Ramazan bayramını təbrik edirəm. Allah Əliyevlərsiz, Paşayevlərsiz bir Azərbaycan bizə bəxş eləsin. Görürsünüz də Türkiyədə Türk cavanları, Türk tələbələri hamısı meydanlardadır. Deyirlər artıq 25 ildir bəsdir Ərdoğanı eşitdik. Biz 50 ildə Əliyev eşidirik. Corbacor Heydər, dalıyca Gey İlham, dalını qumarda uzan. İndi də balaca Heydəri hazırlaşdırırlar. Və xalq bir olmasa biz hələ də Heydərlə irəli. Xalq yenə Heydər deyəcək. Burası. Deməli, ilk öncə nədən danışım? Bilirsiniz ki, Ramazan ayında mən bir video çəkdim və müraciət elədim Quldur Yap hakimiyyətinə, simasızlara ki, Ramazan ayı gəlir, mən artıq ibadətə başlamışam, söyüş söymək istəmirəm və mənim haqlarımı bərpa edin. Hacı İbrahim Nehrəmlinin bircə dəqiqəli videosunu istəyirəm sizdən və yaxud da ki, mənə dəymiş zərəli İbrahim Nehrəmlindən alın verin. Və bu bir ay ərzində bir dənə də video çəkmədim, heç çəkmək niyyətim də yoxdur. Söz gizlətmirəm də. Mən bir yeganə adamam ki, məsələn, Qabilin özü də mənim getməyimi istəyir. Manafın özü də mənim getməyimi istəyir. Zəki dayı, nə bilim, Elman, Akif. Yəni, mən öz haqqım uğruna mübarizə aparırım və sonuna qədər aparacam. Mən öz gestimi etdim, Azərbaycan hakimiyyətinə mesajımı verdim. Təbii elə Qabil özü də mənə zəng elədi ki, 4-5 gün sonra ki, ay Elşad, bəs mənə 4-5 nəfər yığıb ki, bəs Elşad qorxdu, getdi. Bəs Qənimət danışdı ki, Qənimət Zahid deyib ki, Elşadla Manafı öldürəcəklər, qorxdu. Üzü gözü gözümə dedim, Qabil, lap qorxmuşam. Sən də, məndə qorxan sifət var, sadəcə mən jestimi elədim. Mən Azərbaycan hakimiyyətinə qarşı bir addım atdım ki, bəlkə onlarda da olmayan namusları, qeyrətləri oyanar və mənim haqsızcasına pozulmuş, şərəfsizcasına pozulmuş haqların bərpa olunar. Və videomda da bax 46 min insan baxıbdı. Artıq Mağara Media kanalında həmin müraciətimə bax sizə göstərirəm. 46 min, deməli həmin canlı yayıma baxın, bax burada görürsünüz Mağara Mediada 46 min. Və burada yazmışdım ki, ümid edirəm ki, Ramazan ayında mənim son videom olar. Baxıram ki, hakimiyyət məni sevir. Bilmirəm indi Mehriban Əliyeva məni sevir. Yəni lap yuxarıda olanlar kimsə məni sevir. Mən buna artıq əminəm. Ya Mehriban Əliyevadır, ya Dəli Leyladır, ya Arzudur, ya da Bəylər Əyyubovun arvadı qızıdır. Belə bir şey də var ki, ola bilər ki, Altay Həsənovun arvadı qızı bəyənsin məni, ya Əlin Ağıyevin. Yəni 4-5 nəfərdirlər də, bu Əlin Ağıyevdir, Bəylərdir, sonra İlham Əliyevdir, Cavid Qurbanovdur. Bunların bilmirəm hansınınsa arvadı qızı məndən ötürü darıxır. Deyir ki, yox, Elşadı buraxmıyor. Deyirəm, düşün yaxamdan. Danışmaq istəmirəm, söymək istəmirəm, söyüş yaxşı şey deyil. Yenə də deyirəm, deyirlər, yox, Elşad, sən naxaq getmisən, qayıt, Hacı İbrahimin 21-ci barmağını ver Mehribanın ağzına. Hacı İbrahim Nehrəmlinin 21-ci barmağını ver Əlin Ağıyevin arvadının gəlinlərinin ağzına. Biz sustuqca, biz abırhaya elədikcə gəlib boynumuza minirlər. Danışmıram da, istəmirəm danışmaq. Götürüb o arvadı görsək Kamran Əliyev mənə verib prokurorluğa. Yenə deyirəm, bayaq öz canımda da dedim. Mənlə bərabər Qabil də verilib, Məhəmməd də verilib, Manaf da verilib, Orxan da verilib, Süleyman da, İlqar Hacıyev də verilib, Tural da verilib. Yəni bunlar bu neçə gün ərzində hamı çıxıb öz açıqlamasını verdi. Mən açıqlama vermək də istəmirəm. Kimə açıqlama vermək? Bu cındır hakimiyyətə mən nə açıqlama verim? Mən niyə özümü nəyəsə sübut eləməyə çalışım? Mən açıq və net şəkildə bir daha Qabil qardaşımın efirindən Oğraş İlhamla Qəhbə Mehribana səslənirəm. Siz elə bir qəhbə hakimiyyət yaratmışsınız. İlham Əliyev, sən elə bir oğraş sistemi yaratmışsan ki, sənin yanındakılar səndən də oğraşdır.
Harda anasının əmdəyini kəsən var. Harda arvadı qəhbə var. Harda qızı qəhbə var İlham Əliyev. Sənin yanındadır. Çünki sənin arvadın qızın qəhbədir İlham Əliyev. Çünki maraqlıdırlar. Maraqlıdırlar da qardaş. Qabil mənə zəng gelib deyir ki, Elşad deyir, 3-4 nəfər mənə deyir ki, Elşad qorxub. Mənə zəng gelib, nəm skrin eləyib şəkil atır ki, Elşad sən qənimətdən 20 min almısan, nəm biri də deyir 300 min almısan. Yəni belə paraşaları buraxırlar. Birincisi, qulağınızda kütə eləyir. Mən alsam, öz haqqımı alacam. Heç mənə dəxli yoxdur, kim məndən nə danışır. Mən həmişə demişəm ki, hər bir Azərbaycan vətəndaşı buyursun, meydan veririk. Qabil də verir, mən də verirəm, Manaf da verir, o birisi də verir, bu birisi də verir. Çıxın efirə danışın. Yox, siz danışmayandan sonra mən Viagra'yam gəlib sizi durğuzum. Qardaş, çıx danış da. Bax, Qabil efir verir. Çıx görüntülü dinən ağzından ölürəm. Niyə zəng eləmirsən? Zəng gələndə də mənim adım olmasın, üzümü göstərmə, səsimi ver bəsdir. Belə də olmur, belə də ki, qayırırlar. Başa düşürsünüz? Qayırırlar. Və mən Ramazan ayında bir video çəkmədim. Oturdum, gözlədim. Dedim, bu qəhbə saxlayan Əli Nağıyev, arvadı qəhbə Orxan Sultanov, arvadları qəhbə Fuad Ələsgərov, nə bilim, arvadı cırıq baş prokuror Kamran Əliyev. Bəlkə bir abırhaya eləyərlər. Bircə dəqiqəlik video mənə göndərərlər. Bir dəqiqə. Hacı İbrahim Nehrəmlinin bir dəqiqəlik videosu. 100 videosu. Qəhbənin balaları götürüb mənə Baku TV-də, APA TV-də, Xəzər TV-də, Az TV-də verirsin. Tanımayanlar da tanıdı. O uğraş İlham Əliyev. Ay arvadı qəhbə İlham Əliyev. Və sən o videoya baxırsan axı, indi tutaq mənim kanalıma baxmırsan. Və sən bu dövlət kanallarını, ictimai televiziyanı, Baku TV-ni izləyəndə orada deyirlər, Elşad Məmmədov şeydir, qorxdu gizləndi, Elşad Məmmədov, nə bilim, terror eləmək istəyir. Qəhbənin balası İlham Əliyev. Bu oturub baxanda bir demirsən ki, bu Elşad Məmmədov kimdir? Nə istəyir? Sən məni tanıyırsan axı İlham Əliyev. Mən Bruseldə İlham Əliyev, o uğraş sənin qabağına çıxan 2 dəfə, 3 dəfəyə dajı qabağına çıxan kişiyə. Mən prezident aparatında İlham Əliyev sənin qarşıva çıxan kişiyə. Ay na kişi, ay uğraş, ay arvadı fahişə, ay qızları cırıq İlham Əliyev. Necə deyim sənə? Götürmüsən, vermirsən əl meymunu baş prokurorun qabağa. Arvadı qəhbə Kamran Əliyev. Qızları qəhbə Kamran Əliyev. Sən məni qəbul eləmirsən 2 dəfə. Qəhbənin balası. Sən məni haqlı saymısan, Mənə haqlı sayıb demirsən ki, vətəndaş haqlıdır, korrupsiya generalı olanda. Ay arvadı qəhbə Kamran Əliyev. Sən indi bu şəkil korrupsiya idarəsində çəkilib. Baxın. Bax. Qəhbənin balası Kamran Əliyev, məni axtarışa verən arvadı cırıq Kamran Əliyev. Mən sənin qəbulunda olmuşam, sən məni haqlı saymısan. Qəhbənin balası, məni haqlı saya-saya. Sən məni indi baş prokurorluğa çağırmaqda fikrin məqsədin nədir ki? Çıxım Hacı İbrahim Nehrəmlinin 21-ci barmağını arvadının ağzına verir. Çıxım Hacı İbrahim Nehrəmlinin 21-ci barmağını qəhbə qızlarının ağzına verir. Da mən söyməyəcəm, ha. Hacı İbrahimin dili ilə siz söyləyəcəm. Ramazandır, abırhaya elədik, danışmalım. Nə bilim, satıldı dedilər, qorxdu dedilər. Mənim qorxum bir Allahdandır. Bir şey ki, hamımız dünyamızı dəyişəcəyik. Məni nə ilə qorxuza bilərsiniz? O boyda 18-19 yaşında cavan körpələrimiz şəhid olur. Hələ bu gün də olur. Qar uçqunu, başına daş düşdü, silahla özünü vurdu. O qədər Azərbaycanda avtoqəzada, o boyda Azərbaycanda səhiyyənin səhlənkarlığından gündə yüzlərlə adam ölür. Mən də onlardan biriyim. Mən də Azərbaycan vətəndaşıyam da. Amma şu ona deyərəm ki, haqqı uğrunda ölsün, haqqı uğrunda. Gedib o uğraş İlhamın qəhbə mehribanın ayaqda qalmaq üçün 30 ildir. 30 ildir. Ayaqda qalmaq üçün. Mən də gedmişəm orduya 4 il. 4 il orduda olmuşam. Pox yemişəm, qələt eləmişəm. Mən orduya gedəndə bu qəhbənin balaları, mağara adamı ilk məhəbbəti eşşək olanlar, Hacı İbrahim Nehrəmlilər, Siyavuşlar, Zahid Oruçlar, Qüdrət Həsənquliyevlər, Şobla Yobla bəylərlər, Əli Nağıyevlər, mağara təvəkkülü insanlar gəldilər Bakıda özünə şərait yaratdılar. Xeyr ola. Qəhbənin balalarının nə birinin özü, nə övladları gedib cəbhədə olmayıblar. Mənə, Qabilə, digərlərinə deyirlər vətən xaini.
Qəhbə balaları yaşamaq yaxşı şeydir. Mən yaxşı yaşayıram. Şükür olsun Allaha. Amma daha da yaxşı yaşamaq üçün mücadilə aparır. Ay nə bilim Elşad qorxdu. Gicdillah, siz hələ məni tanımamısınız. Mən o kişiyəm ki, gecə saat 11-də İlham Əliyevdə Bruselə gələndə İlhamın qabağına çıxan kişiyəm. Bəylər Əyyubov, arvadımın, qızımın, gəlinlərimin, oturub işləyənlərimin ağzına Hacı İbrahim versin 21-ci barmağını. Qəhbənin balası Bəylər Əyyubov. Arvadı cırıq Bəylər Əyyubov. Qızı qəhbə Bəylər Əyyubov. Necədir, ləzzət eləyir? Qəhbənin balası Əli Nağıyev. Ay arvadımın ağzına Hacı İbrahim Neyrəmli versin. Qəhbənin balası. Oturmuşuz dövlətdə özünüzə dövlət adı qoyub maşenlikliklə, hədə qorxuyla, şantaj eləməklə, nə bilim, saxta cinayət şahsmaqla məni susturacaqsınız. Qəhbənin balaları. Buradan xəbərdarlıq eləmək üçün çıxdım. Qabilə də təşəkkürümü bildirirəm. Manaf Cəlilzadə Ramazan ayında qulağımı dəng elib, dəng. Ay qardaş, harada qaldın, gəl bu cırığı çıxarda. Dedim, qardaş, mənim sözüm sözdür. Ramazan ayına kimi gözləyirəm. Haqqım düzələcək, heç çıxmayacam da. Yox, haqqım düzəlməyəcək. Ramazan günündən sonra görəcəksiniz Elşad necə qayıdır. Mən də qayıtdım. Nə eləməliyəm? Oturub gözləməliyəm ki, Maşennik Alkaş Hacı İbrahimin övladları Londonda, villalarında yaşasın. Bir gün orduda olmayıblar. Bahalı maşınlar sürsünlər, kayf eləsinlər. Mən də öz haqqım uğrunda mübarizə aparım. Xeyr ola. Yaşamaq dələduzlara, arvadı qəhbələrə gözəldir. Hamımızın arvadlarımız, qızlarımız, gəlinlərimiz bizim halalımız olacaq. Müharibə belə olur da. Sizin əlinizdə milyardlarınız var. Sizin əlinizdə qəhbə hakimiyyətin mediası var. Qəhbə balaları, qəhbələr var. Və bizim də mərdliyimiz, cəsarətimiz var. Kim bizə qoşulacaq, öz haqqını istəyəcək, çoxalacaq. Yox, çoxalmayacaqsa, ölüm haqdır. Mən xəstəlikdən də ölə bilərəm, məni vurub öldürə də bilərlər. Mən bunu gözə almışam. Amma mən haqqımı alacam. Bu həyatda alacam, axirətə saxlamayacam. Yox, ölərəm, axirətə qalar. Amma nə qədər ki, nəfəsim gedir, gəlir, artıq canlı yayımlara başladım Mağara Mediada. Hər gün 2 gündən bir canlı yayım, hər gün İlham Mehribanın ağzına verəcək Hacı İbrahim Neyrəmli. Da deyirəm, Allahım, məni bu şərəfsizlərlə, bu oğraşlarla, bu arvadı qəhbələrlə qoyursan üz-üzə, mən söyüş söyəndə günahları mənə yazırsan. Xahiş edirəm səndən, Allahım, günahları mənə yazma. Günahları elə bu anası arvadı qəhbələrə yaz. Mənə yazma, mən məcburam. Məcburam da qardaş. Acizlikdən söymürəm, ha. Haqqıma görə söylürəm. Mən niyə aciz olum? Aciz bunlardılar. Aciz İlham Əliyevdir. Milyardları var. Özünü diktator hesab eləyir. Azərbaycanda kəlmə deyənin başını kəsir. Amma İlhamın arvadının ağzına verən Hacı İbrahimlə bazarmır. Mən ancaq Hacı İbrahim Nehrəmlinin adı ilə söyləyəcəm. Qoy söyüş də onların olsun, qarğış da onların olsun, lənət də onların olsun. Mən də özüm söyləyəcəm. Deyəcəm, Hacı İbrahim Nehrəmlinin 21-ci barmağı Mehribanın ağzına olsun. Bayaq canlımda da demişəm. Hacı İbrahim Nehrəmlinin 21-ci barmağı Arzunun, Leylanın ağzına olsun. Heydərin arvadı var, ha, gəlini, İlhamın gəlini. İlhamın gəlininin ağzına Hacı İbrahim Nehrəmlinin və onun 2 oğlu Həsən Hüseynin 21-ci barmağı olsun. Mənim yox, ha, haşa. Çünki dövlətin qanunlarını, dövlətin o yazılmış qanunlarına Hacı İbrahim Nehrəmli tapdalayır. Bazanağı Emin Tağıyevlə, Kürt Zülü İskəndərovla. Bu 3 nəfər. Ya mənə üzr videosunu göndərəcəksiniz, bir daha da müharibə elan edirəm, cihad elan edirəm sizə. Ya mənə 1 dəqiqəlik üzr videosunu göndərəcəksiniz. Ya da hər gün Hacı İbrahim Nehrəmli hamımızın, Əli Nağıyev, Bəylər, İlham, Cavid Qurbanov, Kamran Əliyev, hamımızın arvadımızın, qızımızın ağzına verəcək. 21-ci barmağını. Şu, qısa və net. Və bu yaxınlarda Manafla o qəhbə Mehribanı otuzduracam yenə maşına, o deyirlər, Elşad qorxdu. Otuzduracam o maşın 2 qapılı da olsa dala rahat yerləşir Mehriban mamamız. Sizə 2-3 gündə möhlət verirəm. Mən gizlətmirəm. Mənim işim düzələcək, mən paşa-paşa çıxıb gedəcəm.
1 dəqiqəlik videonu mənə atacaqsınız. Qoyacam Mağara Mediada həmin o 1 dəqiqəlik videonu. Deyəcəm ki, bax belə adamın ağzına verirlər. Verdim Hacı İbrahimin ağzına. Yox, nə qədər ki siz Hacı İbrahimin ağzına verməyəcəksiniz, Hacı İbrahim Nehrəmli verəcək Mehribanın Leylanın ağzına, Arzunun ağzına. Şu 2 variant. Ya siz Hacı İbrahimin ağzına verəcəksiniz, ya da mənim nəfəsim gedib gəldikcə Hacı İbrahim Nehrəmli sizin hamınızın arvadınızın, qızınızın ağzına verəcək. Necədir? 2-3 gün möhlət. Manaf bayaq deyir, sabah gəl, dedim, yox, 1-2-3 gündən vaxt verəcəm. Bu həftənin 2-3 gününü yenə sizə möhlət verirəm. Yoxsa qəhbə Mehribanı manafla yenə çıxardacaq. Yoxsa yenə plakatlar ayaqlar altında olacaq. Yoxsa yenə Cavid Qurbanov erməni anavın, qəhbə arvadının ağzına Hacı İbrahim Nehrəmli verəcək. Necə ki, məndən videolarımı pozdurmusan, arvadı qəhbə Cavid Qurbanov. Xeyr ola. Mən verməyəcəm, Hacı İbrahim Nehrəmli verəcək. Mən axtarışa verməmi. Siz demirsiniz ayın 15-i. 15-inə kimi səliyəcəm hələ. 15-i də nahoqqa verəcəm, onu görəcəksiniz. Qəhbənin balaları. Yerimi bilirsiniz, yurdumu bilirsiniz, qaçıb gizlənib, bütün dövlət kanallarımızda verirsiniz. Göt uşağı göt. Məndə qaçıb gizlənən sifət var. Qaçıb gizlənən cındır İlhamdır. Qaçıb gizlənən qəhbə bəylərdir. Gəlmişdim də Burselə. Götü çatardı, çıxardı da qabağıma. Elə bir osturağa basın ki, elə bir yalan danışın ki, bir balaca inandırıcı olsun. Baxın, gözün atın dövlət kanallarını. Qəhbənin balaları hamısı mənə bloka atıb. Özümü atıram əsəs. Zahid Orucuna da səs atmışam. Qəhbənin balası Mirşahininə də səs atmışam. Müraciət eləmişəm Siyavuş Novruzuna da. Kamran Əliyev məni haqlı sayıb. Hamısı mənə bloka atıb. Buradan mənimlə danışmağa cəsarətləri çatmır ki, niyə faktları deyirəm. Oradan mənə cinayət iş açırlar. Sonra da deyirlər ki, qorxdu. Sonra da deyirlər terror eləmək. Terror eləmək istəmirəm. Mən Leylanın, Arzunun, İlhamın, arvadının ağzına vermək istəyirəm. Hacı İbrahim Nehrəmlinin 21-ci barmağını. Mən niyə terror eləmək istəyirəm? Terroru mənə qarşı eləyiblər. 21-ci əsrdə Azərbaycan olsun 4 il qulluq eləmiş Azərbaycan kişisinin evlərini əlindən alıblar. Barmağım bu günə kimi işləmir. Uşaqlarımın gözünün qabağında döyüblər. Prezident aparatının qarşısında. Terroru mən eləmişəm, yoxsa arvadı qəhbə İlham Əliyevin. Yox, dəliyəm, güclüyəm. Mənim milyardım var. Mənim killerim var. Mənim nə bilim əlimin altında qoçularım var. Mənim DTX-am var. Mənim polisim var, idmançılarım var. Mən səni öldürəcəm. Sən səsini çıxartma. Bilmirəm, Qənimət Zahidə də kim deyib, deməyib. Qənimət özü efirdən dedi ki, mən efirdən sonra Elşada zəng eləyəcəm, Manafa zəng eləyəcəm. Mənə zəng eləməyib. Heç Manafa da zəng eləməyib Qənimət Zahid. Bilmirəm, Qənimət Zahid bunu nəyə görə deyib? O informasiyanı Qənimət Zahidə kim verib ki, Elşad Manaf öldürüləcək? Buradan da mən yenə deyirəm, heç mənim qozuma da dönür. Mən bu həyatı bir dəfə yaşayıram. Mən ölüyəm onsuz da. 10 ildir mən Azərbaycandan didərgin düşmüşəm. Niyə? Mən qardaşımın yasına gedə bilməmişəm. Mən qohum əqrəbəmin, xalalarımın, dayılarımın yasına gedə bilməmişəm. Mənim vətən xaini eliblər. Bir qohum əqrəbə mənimlə əlaqə saxlamır. Ölmək necə olur ki? Ölüyük də biz olsun. Avropa nə olsun ki? Yiyirik, içirik, qabilin sözü var. Poxlu qarnımız doyur. Nə olsun? İşığımız kəsilmir, internetimiz var. Mən burada yaşamaq istəmirəm, qardaş. Mən Azərbaycanlıyam, mən can qoymuşam. Mən baxıram, mənim ürəyim ağrıyır ki, bu günləri anası arvadı qəhbələr bugün Azərbaycanda at oynadır. Siyavuş Novruzlar, Qüdrət Həsənquliyevlər, Zahid Oruçlar, nə bilim o təzə seçilmiş qəhbə millət vəkilləri, Sabir Rüstəmxanının qəhbə arvadı, nə bilim Rövnəkin qəhbələri, Cavid Qurbanovun qəhbəsi Milli Məclisdə oturub, Bəylər Eyyubovun qəhbəsi Sahibə Qafarova Ali Məhkəmənin sözü. Hamısı gətirib qəhbələrini yığıb ora. Hamısı belə qəhbənin balaları xalqın adından danışır, millətin adından danışır. İlhamla irəli deyirlər, heç İlhamı da qoruyanmırlar. Çıxırlar Milli Məclisdə məndən danışırlar. Qəhbənin balası mənim nəyimlə danışırsınız? Zahid Orucuna da səs atmışam, Siyavuşuna da. Göt uşağı göt. Görürsünüz ki, prezidentimizin ağzına verirəm. Vitse-prezidentimizin ağzına verirəm. Özü deyirəm, Hacı İbrahimə görə eləyirəm. Oradadır da. Paveska lazımdır ki, bir dənə torba lazımdır. Başına keçirdir arvadı qəhbərin ağıyıb. Aparır DTX-aya, ya arvadı qəhbə vilayət Eyvazov, bandat elə. Bir dəqiqəlik video çəkib göndərsin, sizinki sizə məhkəməndə. Elşad,
Hə, Bir dənə qadına bircə kəlmə burada müdaxilə edeyim. Bax, mən yadına gəlir də bir dəfə avtovağzalın müdüründən danışdım, pis günə qoyurdum, eləmi? Hı. Heç olmasa ən azı 10 nəfər adam mənə çıxdı, 10 nəfər adam. Dedi, bax, mən avtovağzalın müdürünün arvadının qohumuyam, mən onun gəlininin qohumuyam. Bax, nə deyirsən eləyirəm, o oğraşın biridir. Nə deyirsən eləyirəm, nə qədər pul lazımdır, bax, and olsun, istəyirsən 100.000 denən, bax, 100.000 dollar istə, deyim, hansı variantda deyirsən göndəririk. Bircə dənə onun arvadı bizim qohumdur, söymə. İndi özgə vaxt hamısı deyir, mehribanı sevirik, mehriban anamızdır, mehriban nə bilim nəyimizdir. Hə, sizin ətrafınızdakılar bir dənə qumara oturanda, bir həftəlik qumara oturanda yarım milyonu, 1 milyonu qoyur ora. Hə, bu Petuğa görə, bu Hacı İbrahimə görə niyə söydürürsünüz o mehribanı, o ilhamı? Siz indiyə kimi bir dənənizə cəhənnəm o 2 evdir də, yarım milyon. Onu mən verirəm. Heç bir mehriban söyülməz. Hani özgə vaxt siz anamız deyirsiniz mehribana. Deməli, ləzzət alırsınız mehribanı söyülməyindən, ilhamını söyülməyindən. 100%, başqa yolu yoxdur, 100%. Qardaş, yenə deyirəm, mən gizlətmirəm ki, boşva dönüm. Sənin özünlə də neçə dəfə danışmışıq da. İndi Ramazan olsa da biz bir-birimizdən əlaqə saxlayırıq. Sənin özünə də mən açıq net şəkildə demişəm. Bir qardaş, mənim işim düzəlir, mən çıxıb gedirəm. Danışmaq istəmirəm də qardaş. Yeniləri çıxsın, danışsın. 50-yə yaxın yaşım var. Mən istəmirəm də qardaş, gizlətmirəm ki. Qardaş, pul da istəmirəm. Halal pulumdur. And olsun Allaha keçirdirəm Heydər Əliyev fonduna. Mən prinsipial kişiyəm. Bir dəqiqəlik video çəkin mənə göndərin Hacı İbrahimin ki, üzr istəyir məndən. Və salam da şantaj edirəm sizi. Kamran Əliyev arvadı qəhbə, qızı qəhbə. Sən ki məni qəbul edib, mənim daşdan keçən sənədlərimi görmüsən, məni haqlı saymısan. Ay arvadı qəhbə. Ay sənin arvadının qızının xittəyinə Hacı İbrahimin 2 dənə Həsən Hüseyin oğlu qutarsın. Və siz bunu görmüsünüz axı. Mən haqlı olub, siz məni necə nə bilim terrorda ittiham eləyərsiniz, qorxaqlıqda ittiham eləyərsiniz. Gizlətmirəm ki. Qardaş, deyə Allah şahididir. Danışıram, deyirəm qardaş, qabil istəmirəm. Danışmıram da qardaş, istəmirəm danışmaq. Məcburdur. Deyirlər, yox, çıx, söy mehribanı. Mən söyməyəcəm, Hacı İbrahim söyləyəcək. Mən söyməyəcəm, Hacı İbrahimin Həsən oğlu, Hüseyin oğlu söyləyəcək. Çıxsın da Həsən Hüseyin oğlu. Harada da Hacı İbrahim? Londonda yaşayırlar. Çıxsın da milyonlar deyirlər. Bayaq göstərdiyim Hacı İbrahimin qəhbəsidir, bax. Qəhbəsinə 50 minə, bax bu cırığıdır, bax Hacı İbrahimin. Qəhbəsinə, katibəsinə 50 minə Range Rover alır. Manaf Cəlizadə görüşürük də arada danışırıq. Elə maşın şəkili atır mənə ki, Range Rover istəyirəm. Hə, Hacı İbrahim qəhbəsinə Range Rover alır. Çıxsın Hacı İbrahim müdafiə eləsin də prezidentini, vitse-prezidentini. Niyə eləmir? Əvvəl eləyirdi, yeni müsavatda çıxırdı, məni şərləyirdi. O baldızını qayıran Rauf Arifoğlu'nun yeni müsavatında. Çıxsın açıqlama versin də. Niyə vermir? Çıxıb orada məni şantaj eləyirdi. Güya mənə o iş görməliydim. Hələ mən Azərbaycanda olanda məni şərləyirdi yeni müsavatda. Arvadı qəhbə Rauf Arifoğlu'nun kanalında ki, güya mən qaçmışam, məni bandatlayıb tutub gətirib. Çıxsın indi açıqlama versin də. Hacı İbrahim Nehrəm. Hacı da yox, Maşennik İbrahim. Hacı yaraşmır ona. Qızı yaşında qızlarla bazlıq eləyir. Arif Paşayevi çizdirib, göt eləyib boğazına qalsuk atıb belə bindirib 3 dənə qəhbəni videosunu çəkən adamdır. Hacı İbrahim onu şantaj eləyir. Yoxsa dağ olsa əriyər. Qardaş, dağ olsa əriyər. Bu Hacı İbrahim Nehrəmli kimdir ki? Kimdir də bu? Kimdir bunun arxasında deyən? Kimdir bu qədər ilhamı, mehribanı söydürən? Düz ilhamla mehriban söyləsi də uğraşdılar, qəhbədilər. Da bu qədər də yox axı. Söymək istəmirəm. Qardaş, söymək istəmirəm. Ay atam, ay qardaşım, ay bacım. Danışmaq istəmirəm, gizlətmirəm. Deyirlər, yox, çıx danış. Elşadı öldürəcəklər, Elşad qorxdu. Elşad satıldı. 1000 lira zurna qoşurlar. Qorxsam da özümə görə qorxacam. Satılsam da özümə görə satılacam. Kimə girib çıxanı var, mənim başımda? Kimə girib çıxanı var? Mənə belə şeylər girmir, mən tölbayır. Kiminsə dediyinlə, kiminsə qınağı ilə mən oturub bu həyata gəlməmişəm ki, bu həyatda da onların dediyi ilə gedim. Yenə deyirəm, Qabil özü Allah şahidi. Mənə zəng elədi ki, Elşadda deyirlər 3-4 nəfər mənə zəng eləyib ki, bəs Elşad qorxub. Güldüm, dedim, ay Qabil sən də. Dedim, lap elə qorxmuşam. Dedim, üzünə deyirəm.
Dedim Allah belə qorxmuyam. Kimə nə, sənə nə, gülür. Hamısında manafa demişəm. Yəni bu şeylər mənə girmir. Qorxdu, çəkildi, allandı, pul aldı. Alsam öz haqqımı alacağam. Getsəm özüm bilərəm, qalsam özüm bilərəm. Səni atıblar, 10 milyon Azərbaycan vətəndaşını atıblar. Meydanda varsınız. Gündə 3-4 saat danışır. Dəstək olursunuz ürəyiniz istəyən kimi. Bir dənə qabiliniz var da. 7-24 danışan. Sağ ol qabil, var ol qabil, prezidentsən. Prezidentlə olmur. Qardaş. Ya gərək gəlib işləyəsən, ya da gərək oturasan evdə, sənə yardım eləyərlər ki, bizim rejissorumuz yoxdur, bizim kino operatorumuz yoxdur, bizim studiyamız yoxdur. Elə öz gücümüzə ona verəsən, buna verəsən, övladları böyüyür, maşallah olsun. Neynəməlidir? Elə mən oturum bütün gün, mən danışmıram qardaş. Mən qorxaq adam üçün danışmıram. Mən bunu etiraf edirəm. Mən hakimiyyəti qınadığım kimi bu xalqı da qınayıram. Bəziləri də deyir minnət qoy. Minnət qoymuram, mən həqiqəti deyirəm. Sənin evin başına oturdurlar. Sənin qızını qəhbəliyə, valika çıxardırlar. Sən ev pulunu verə bilmirsən. Sən bankın kreditini verə bilmirsən. Sən nəfəs ala bilmirsən. Sən internetə belə qonşunun Wi-Fi-indən girirsən. Dalıboy girib mənə qınayırsan. Ki, Elşad qorxdu, Elşad satıldı. Elşad özü bilər. Sən də çıx haqqını tələb elə. Yoxsa yox, sən oturacaqsan. Ən gözəl şeydir qınamaq. Mənə də belə şey çatmır. Yenə deyirəm, mən varam, 3 gündə vaxt verirəm, yenə deyirəm. 3 gün ərzində sabaha 4-5 dənə videom hazırdır. Sevinç Sadıxovanın videosu, özümün videom, Qabilin videolarını yenə kəsib qoyacam. Meydanda olacam. Ya İbrahim Nehrəm mənə yavını atmış, İbrahim Nehrəmli, ya onun bacanağı Emin Tağıyev, bir də şöbə müdürü Kürsülü İskəndərov. Bunların üçünə bir apşaq yaradın, mənə dəymiş zərəri alın verin, ya da İbrahim Nehrəmli bir dəqiqəlik videosunu. Yoxsa anam deyib başımızın üstündə gəzdirdiyiniz qəhbə mehribanın ağzına verəcək Hacı İbrahim Nehrəmli. Mən yox. Haşa. Haşa, mən yox. Hacı İbrahimin oğlanları Həsən və Hüseyin Leylanın Arzunun ağzına verəcək. 21-ci barmaqlarını. Qoy onlar Londonda köf eləsinlər. Çıxsınlar da müdafiə eləsinlər də. Oliqarx kimi yaşayır da bir məmurun övladı çıxıb İlhamı belə açıq üzlə müdafiə eləyib, Kamaləddinin övladları eləyib, Əlin Ağayevin övladları eləyib, Hacı İbrahimin övladları ortada yiyib qıraqda gəzirlər. Sonra da deyirlər prezidentə canımız qurban, prezident bizim dövlətimizdir. Soxum sizin dövlətinizə. Yox, Hacı İbrahim soxsun sizin dövlətimizə. Bəs sürün də. Bədbəxt uşaq bədbəxt. Qabil, buyur, sözlü dilən, mən gedim italim. Yox, haqq verirəm. Mən Elşad qardaşa haqq verirəm, deyin niyə? Deyin niyə haqq verirsən? Özdə 100% haqq verirəm. Nəinki Elşada, başqalarına da haqq verirəm. Deyilən vətənlər, 10 gündən çoxdur, harca 10 gündür. İldə bir dəfə ya 2 dəfə maddi kömək istəyirəm də. 3-5 nəfər eləyir, o da necə eləyir özünüz görürsünüz. 10 gündür. Elə olub 600 evro yığılıb, ən çox halda 1650 evro pul yığılıb, ən çox halda. Bir ya 2 dəfə. Elşad qardaş da bilir, biz burada işləyə bilmirik. 6 dənə məhkəməm var, 6 məhkəməm. 5 ya 6'dır. Biri hələ padvaprosdur, yəni bilinmir, olacaq ya olmayacaq. 5-6 məhkəməm var, üstəlik də təhlükəsizlik. Deyirəm ki, ay millət, təhlükəsizlik, həyatı təhlükəyə və məhkəmələrə görə yardım lazımdır. Cəmi cümlətəni 4 nəfər, bu gün də 1 nəfər 100 manat göndər. 4 nəfər 850 manat. Onu da çevirəndə gəlir, haradasa 400 evro eləyir. Onun da 50 evrosu yola mola çıxacaq o göndərmə yazada. 350 evro pul eləyir. Bu mənə lazım olan pulun, mənə də lazımdır ki, harca minimum 7-8 min evro lazımdır. Maksimumda 15 minə qədər. Elşad bilir də, üstəlik nə məsələ var, ona görə də vacib lazımdır. Və 10 gün, 12 gündür deyirəm, pulun cəmi 7%. Lazım olan minimum həddin 7%, 10% yığılıb. Xeyr ola qardaş, xeyr ola. Bu boyda can qoyuruq. Bir dənə baboş çıxanda, bir dənə Pərvin Abiyeva çıxanda deyir, bir dəfə TikToka çıxanda 2000-3000 götürməsəm getmirəm. Siz, yəni vallahi qeyrətli oğullar var, amma millətin acca ayağı tutan, imkanı olan ancaq özünü düşünür, öz ailəsini düşünür. Ancaq
Mən onu başa düşmüşəm, ona görə də açıq net şəkildə deyirəm. Qardaş, mən qorxağa görə yardım, mən də bir dəfə səslənmişəm, sən özün bilirsən də. Mən yox, elə sən də səslənmirsən. Mən ömür boyu... Mənim marağım var da, mən vəzifə marağım var. Sənin nə marağın var ki, sən bir dəfə səslənmişəm, sən də bilirsən. Sənin efirindən də dəfələrlə səsləndin. Cəmi bir dəfə. Dedim ki, maşın problemim var, maşına mənə yardım edin. Sən də 1-2-3 dəfə efirində dedin. Mən də dedim. Bir nəfər dedi ki, $500 göndərəcəm. Allah'ın olsun, onu da göndərmədi. O efirdən demişdim, 500 göndərəcək. Adam etsən hesab da eləmir, mən də eləmirəm. Yəni mən o nə var onu deyirəm də. Eləmir, onu başım daşa döyüldü ki, qardaş. Mən bura gələndə bir nə qədərsə pulum var idi da. Plakatlar düzəlt, aksiyalara get, Aşbiyə get, Berlinə qabilinin yanına aksiyaya get, ora get, bura get. Ala qoyma. Bütün pullarımı dağıtdım. Dedim, onu xalq üçün elədim də. Siyasi məhbuslar, nə bilim, nə, hər şey. Bir də dəfə çağırış elədim. Mənim xarakterimi deyirəm. Bir dəfə çağırış elədim. Özüm və Qabildən xahiş elədim. Qabil müraciət elədi öz kanalına. Mənə pul göndərən olmadı. Demirəm, göndərmədilər ona görə. Sonra oğluma gördü ki, qardaşım, mən qızıl vaxtımı niyə bunlara sərf eləməliyəm ki? Belə də ki, efirdəyik, yenə deyirəm, efir verirəm. Problemim var, çıx efirə sözümü dinə. Yox, sən efirə çıxıb problemini dilə gətirmirsənsə. Ya Qabilin efirinə zəng elib görüntülü, məni kimi çıxıb böyrə. Öz problemini dilə gətirməkdən qorxursansa, qardaşım, mən hakimiyyətdə necə deyirəm, oğraşdılar, qəhbərlər, cınırlar. Mən də bu xalqa da olan sözümü deyirəm ki, mən qorxağa görə danışmıram. Yoxsa səhv deyirəm mənim qardaşım. Nə efirə çıxır, nə yardım eləyir. Elə deyir ki, zordur, blogerlərlə irəli. Mən geri zəkalı yoxşuyuram. Mən Türkiyədə də getmirəm, açıq və nə şəkildə. Mən sabah olmaya da bilərəm. Mən sabah öldürə də bilərlər. Mən sabah haqqım düzələr, çıxıb gedə də bilərəm. Və əlimi qolumu sallaya çıxıb gedəcəm. Mən heç kim atot verməli deyiləm. Mənə ya videonu göndərərlər, ya dərmiş zərərimi ödəyərlər, ya da vurub öldürərlər. Variant budur. Amma mən sonuna qədər gedəcəm və bu haqdan da heç nə istəmirəm. Bir dənə istədiyim odur ki, çıxın efirə haqqınızı tələb edin. Bir dəfə istəmişəm, olmayıb və salam. Amma mən görürəm ki, arada Qabilin efirinə baxanda bu yetimdir ki, yardım edin də. Məhkəməyə veriblər, nə bilim, problemim var. Eləmirsiniz. Nə eləməlidir? Gedib işləyəndə deyəcəksiniz ki, Qabil qorxdu, Qabil satıldı. Deyim, manaf. Gedir fəhələ işləyir, direllə işləyir, belə mən hər gün zəng eləyir. İşdən çıxanda, işdən girəndə elə bir ki, prorabıyam. Həcəd işə girdim, həcəd işdən çıxdım. Direllə divar deyişə, söyə-söyə. Yardım eləyən var manafa? Yox, amma ki, var olayım, manaf halaldır sənə. Ona da deyirəm, yetim özümə günah ola. Direli qoy yerinə, get bir fərli bir işin qulpundan yapış, göt həyatımı yaşa. Yoxdur ki, manaf dili ilə deyir ki, mənə döymüsünüz. Necə Qabili döyüblər, elə də manafı döyüblər, qanına qalsan elm. Mənim haqqımı verin, mən də Range Rover sürmək istəyirəm. Niyə sürməsin ki? Rəcəb Babaşov icra başçısı, arvadı cırıq. Oğlu Qalenvagenlə düşüb Range Rover sürə bilir, manaf sürə bilmir. Qəhbənin balası Rəcəb Babaşovla ancaq projemi deyirəm də. Ancaq yəni, mənim işimdə əli olanların hamısının əlinə, arvadının ağzına Hacı İbrahim Nehrəmli verəcək. Cavid Qurbanov məndən videolar pozdurub, öz videolarını, Qəhbə Mehriban İlhamın videolarını saxlayıbdır. Cavid Qurbanov hədəfimdəsən. Bir Qazaxlı kimi arvadı Qəhbə, arvadını Cavid Qurbanov qayıran Rəcəb Babaşov hədəfimdəsən. Oğlun oliqarx həyatı sürür. Çıxsın prezidentini, vitse-prezidentini mənim əlimdən alsın. Çıxsın alsın da, bir kanal açsın, belə çıxsın canlı yayıma, Yeni Musavatlar, Real TV-yə. Desin ki, mən Elşən Babaşovam, Qazaxın icra başçısı, Rəcəb Babaşovun oğluyam. Niyə Avropada oturanlar belə çıxsın danışsın da? O Qazaxın deputatı, bığı qırxılmış Səməd Seydov. Hədəfimdəsən. Demirsiniz, sizi xalq seçir. Mən də xalqın nümayəndəsiyim. Necə olur? Anası, arvadı qaynanası erməni Səməd Seydovun oğlu bir gün orduda olmayıbdır. 3 dənə restoranı var. Çin mətbəxi, İtalyan mətbəxi, Dağüstü Parkda bir yekə restoranı, bahalı maşınları. Bu, Səməd Seydov. Çıxsın o Petka oğlunun, prezidentin, vitse-prezidentin mənim əlimdən alsın. Rəcəb Babaşovun oğlu ilə, Elşən Babaşovun oğlu ilə, Səməd Seydovun oğlu. Niyə çıxmırlar? Yəni, nə qozlarına da onlara İlham Mehriman lazımdır. Bədbəxt İlham Əliyev.
Cındır İlham Əliyev. Onsuz da sonu az qalıb. Sayılı aylar mı, illər mi qalıb? Çox getmərsən. Görsən Türkiyə ayaqdadır. Deyirlər 25 ildir bəsdir də. 30 ildir. Başını soxmusan yerin qumun içinə. Götün qalıbdır bayırda gələn gedən şilləliyir. Kamran Əliyev əl meymunu deyirəm. Elə əl meymunu sənsən İlham Əliyev. Səni meymun kimi oynadırlar bu klanlar. Bax Bəylər Əyyubovun, Əlin Ağıyevin, Vilayət Eyvazovun, Fuad Ələsgərovun meymun kimi oynadırlar. Bir sənin qabağına sənət gəlir də ki, cənab prezident, bax, Qabildir, Elşaddır, Məhəmməddir, Turaldır, İlqar Hacıyevdir. Bunları axtarışa verilir. Oksigen olsun. Bir qoy belə analiz elə. Qabil kimdir? Qabil 18 yaşından canını hərbiyə vermiş hərbiçi. Qabil niyə danışır? Qabil danışanda mən baxıram da. Deyir, o uğraş İlham Əliyev. Sən mənim həyat yoldaşımla nə işin var? Sənin Qəhbə Kamaləddin Heydarovun mənim həyat yoldaşımın niyə əlilliyini, pensiyasını kəsir? Haqqını istəyir də. İstəmir. Göndərin, verin də. Niyə vermirsiniz? Biraz yumuşalma olar da. Düzdür? Qabil efirinə problemli adamları çıxardır. Canı yanır. Baxır, görür ki, Yezidi Kürd, ilk məhəbbəti eşşi olanlar, arvadı qəhbələr xalqa zülüm edir. Qabil çıxır, zülüm eləyənləri söyür də. Qabil çıxıb kimisə normal bir adamı söyür, yox. Elşad, nə istəyir Elşad? Kimdir Elşad? Bir çağır da araşdır da. Arvadı Qəhbə Kamran Elşad kimdir? Deyəcək ki, bu Hacı İbrahim Nehrəmli atıbdır, 4 il Azərbaycan ordusunda qulluq eləyibdir, qardaşı qazi olubdur, kirayə yaşadığı evdə dünyasını dəyişibdir, zülüm olunubdur, bu adama haqsızlıq olunubdur. Məni siz axtarışa niyə verirsiniz? Mənə qorxaq damğasını siz niyə vurursunuz ki? Mənə bu damğa yaraşır. Ay arvadı Valik Kamran Əliyev. Bütün Qabil videoda da bütün o söyüşlü videolar yoxdur. Hamısında şəkilləri götürüb buna basar. Gəlməlidir. 4 təqsirləndirilən şəxs. Bütün şəkillərimi də videoların arasından çıxardıbdır Qəhbənin balalar. Baku mediadır. Bu videonu çəkəndə, bunu çəkən o rejissor, nə bilim jurnalist, utanıb yerə girmirsiniz ki, orada prezidentimizin, vitse-prezidentimizin ağzına verirlər. Bu şəkilləri də oradan çıxar. Buna bax. Prosessual Məcəlləsinin 467 şəkillərə bax. 4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. 1. Cinayət prosesini həyata keçirən orqanın adı, ünvanı və əlaqə məlumatları. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi. Ünvan Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə. Telefon 012 361 1681. Faks 012 561 5989. Elektron poçt ünvanı kontakt@prosecutor.gov.az. 2. Çağırış vərəqəsinin verilməli olduğu şəxsin prosessual statusu, soyadı, adı və atasının adı. Təqsirləndirilən şəxs 27.05.1976-cı il təvəllüddür, Məmmədov Elşad Tofiqoğlu. Şəxsiyyət vəsiqəsinin seriyası 0956448 Fin 1B. Sən yəni şəkillərə bax, buna bax. Bütün videolarımdan şəkilləri çıxardırlar. Təqsirləndirilən şəxs Məmmədov Elşad Tofiqoğluna izah edilir ki, o şəxs... Yəni bu videolarda hamısında İlham Mehriman söylüyor. Bax, bunu düzəldən rejissor, bura mətbuata nəzarət, bu kivlərə nəzarət eləyən Qəhbənin balaları utanıb ölmür. Mən şəxsən utanırım. Mən yenə deyirəm, söyüş yaxşı şey deyil. Amma mən məcburam söyməyə. Niyə? Çünki məni söyüblər. Məni döyüblər, mən ağzımı tikmişəm, uşaqlarımı gözüm qabağında döyülmüşəm. Mən 1 ildir söyüş söyürəm və fəxr edirəm ki, söyüş söyürəm. İçimdə qalmır da. Bu günləri 10 milyon Azərbaycan vətəndaşı, and olsun Allaha, Qabildən də yaxşı, məndən də yaxşı söyüş söyənlər var və söyürlər də. Ürəklərində söyürlər. Amma biz səsli söyürük də. Bizim içimizdə qalmır. Biz işlərinə qoyuruq. Bu günləri Azərbaycan hakimiyyətindən razı qalan ancaq arvadı və qızı Qəhbələr ola bilər. Millət vəkilləri, icra başçıları, polis rəisləri, DTX işçiləri, prokurorluq işçiləri niyə? Xalqdan oğurlayırlar, özləri dəf kimi yaşayırlar. Ancaq bunlar razıdır da. Xalq, millət, kasıb təbəqə
Hər zonanın öz belə karonlu söyüşləri var da, ləhcələri var. And olsun Allaha, məndən də, Qabildən də betər söylər. O dost arasında, çayxanada, yəni tanıdıqlarının arasında da. Qurana and olsun bizdən betər söylər. Prosto biz belə də, belə kəfəni geymiş yayınımıza, xalqın istədiyi şeyi xalqa veririk. Ona görə də baxın, bayaq canlı yayım eləmişəm. Girin Mirşahinin də canlı yayımlarına baxın. Ancaq Mirşahin canlı yayımı ha vaxt toplayır, ya mənim şəklimi qoyur, ya Qabilin şəklini qoyur, ya Məhəmmədin, ya Turalın. Bunlar axtarışa verildi falan filan. Girin baxın 30 min, 40 min. Mən araşdırıram da. Amma o birisi videolarına baxın 300, 500, Allah bir yaxşı halda 1000. 1000 baxış var. Niyə? Çünki xalq onları qəhbə kimi tanıyır. Bilirlər ki, piliyirlər. Amma bizim efirə zəng eləyənlər, bizə baxanlar, bayaqki canlı yayıma 45 min adam baxır. Mesajımı verdim. Qabilin bu canlı yayımına sabaha kimi bir 40 min, 50 min adam baxacaq. Yenə də mesajımı verirəm. 2-3 gündə vaxt verirəm. Mənlə hədə qorxu dilində danışa bilmərsiniz. Məni ölümlə qorxuza bilmərsiniz. Bir halda ki, mən ölümlüyəm, mən o ölümü dadacamsa, mənə o ilə qorxuza bilmərsiniz. Mən ölümü gözə almışam. Mənim döyülməyimlə, nə bilim, məni prokurorluğa verməklə məni qorxuza bilmərsiniz. Çünki mən cinayətkar deyirəm, özümü tanıyıram. Siz məndən qorxun. Bax, Əli Nağıyev məndən qorxsun, Kamran Əliyev qorxsun, vilayət qorxsun, uşaqlarımın gözünün qabağında döyüblər məni. Kamran Əliyev qorxsun ki, mənə saxta cinayət işi açıb. Mən saxtakar deyirəm. Siz məndən qorxun. İlhamla Mehriban məndən qorxsun ki, biri prezidentdir, Qəhbə arvadı da vitse-prezidentdir. Onlar məndən qorxsun ki, onların prezident və vitse-prezident olduğu dövrdə mənə atıblar. Başa düşdünüz, Elçibəyin dövründə atmayıblar. Ayaz Mütəllibovun dövründə atmayıblar. İlham Əliyevin o Qurana əl basıb, mən hər bir vətəndaşın prezidentiyəm deyən Oğraş İlham Əliyevin prezidentliyi dövründə mənə atıblar. Mən də çıxıb deyirəm ki, ay Oğraş İlham Əliyev, ay Osturax İlham Əliyev, bəs sən mənim prezidentim niyə ola bilmədin? Yoxsa səhv deyirəm. Ola bilmədin. Sən oldun arvadı qəhbələrin, maşenniklərin prezidenti, Şəruri İspəndiyar, Qurtuluş 93 Məhərrəm, Hacı İbrahim Nehrəmli və bunların da krişalaları kimdir? DTX rəisi Əli Nağıyev, Nehrəmli prezident aparatında Süleyman İsmailov, keçmiş Ali Məhkəmənin sədri arvadı Qəhbə Ramiz Rızayevin bütün qohum müqavilələri prezident aparatında bir klan qurublar. İlham da çıxır Osturağa basır. Deyir, mənə siqnal verin. Siqnal necə olur ki? Verdim də. Müraciət, söyüşsüz, 46 mində baxış. Ramazandan qabaq. Söymək istəmirəm. Ayıbdır, yaxşıdır. Mən bir dəqiqəlik video göndərmədiniz, qayıtdım. Ləzzət eləyir. Vaxtınızı çox almayayım. Öz kanalımda da danışacağım. Qabilə yardım eləyin, Manafa yardım eləyin. Mən yardım istəmirəm. Mən yəni ki, işlərimi biraz tənzimləmişəm. Amma ki, Qabil ki, 7-24 canlıdadır. Bir zəhmət. Qabillə düzünə deyənlər, halaldır Qabil, cansan Qabil, ürəksən Qabil, səndən yoxdur deyənlər bir balaca əlini cibinə salsın. Yardım eləsin ki, məhkəmələrini yola verə bilsin. Bu adam sizə görə danışır. Mən sizə görə o vaxt danışacağım ki, mənə zəng eləyəcəksiniz. Deyəcəksiniz ki, bax, o bir ana zıxırı efirə, Aliyə ana. Məsələn, 2 dəfə dəlixanaya salıblar. Çıxıb haqqını istəyir, efirə qoşuram. Məsələn, Sevin Sadıxova efirə çıxmaq istəyir, efirə qoşuram. Məsələn, Elman çıxır efirə qoşuram. Kim istəyir də, Zəki dayı çıxır, efirə qoşuram. Akif çıxır, efirə qoşuram. Efirə çıxmaq istəyənə efir verirəm. Yox, yorğanı başıma çəkim. Mən güya heç səndən xəbərim yoxdur. Mış kimi, qorxaq kimlərə görə mən danışmıram. Və danışmayacam da. Kimi qayrırlar, zor eləyirlər. Bazar altda qalma. Altda qalırsansa deməli meyillisən qayrılmağa. Sonra da çıx qayır, şərait verir. Qabil də şərait verir, mən də. Çıx qayır. Belə açıq tekstlə. Və bunu eləmədiyiniz zaman da bunlar sizi qayracaqlar. Məndən bu qədər. Haqqımı tələb elə. Qabil, Allah səni var eləsin. Sağ ol, qardaşım. Çox sağ ol qardaş. Çox var ol, Allah sənə bərxudar etsin. Sağ ol. Günahlarımızı bunların ayağına yazsınlar, bizə yox. Allah günahları İlhamın, Mehribanın, onun
quldur hakimiyyətinin belinə yazsın. Biz istəyərəkdən söymürük, bizi məcbur edirlər. Günahlar da onlarındır. Sağ olun, salamat qalın. Sağ ol, salamat qal qardaş, var ol.